Əgər səndə kəskin baş ağrıları, çiyin boyun ağrıları, əllərdə uyuşma, boynum sıxılır sağa sola çevirə bilmirəm deyənlər, boyun osteoxondrozundan, duzlaşmadan əziyyət çəkənlər, əgər səndə qulaqda səs-küy problemi varsa da, başın gicəllənir, gözün qaralır, ürək döyüntün artırsa da, videonun sona qədər dinlə. Nə edək? Necə deyək ki, osteoxondrozda köhnə nəticəni əldə edək deyirsinizsə də, sizlərə bu problemin səbəbini, kökünü aradan qaldıracaq tam təbii 3 bioloji qida bəsləyəcəm. Hansı ki, bu cür insanlar əksər vaxt ağrı kəsilərdən istifadə edirlər. Nəticə ilkin etaplarda ağrı donsa da müəyyən müddətdən sonra ağrı kəsici belə köməklik göstərmir. Masaj, tok, fizioterapiya, iqloterapiya və s. kimi üsullar 3 ay 5 ay yaxşı olurlar, ağrılar yenidən yaranır. Bəs biz burada nə etməliyik? Orqanizmi təmizləməliyik, duzlaşmanı bədənə xaric etməliyik, yeyilmiş qırdağı bərpa etməliyik, damarlarda, sinirlərdə sıxılma aradan qalxsın ki, beyinə normal qan çatsın. Bunun üçün 3 bioloji qida bəsi istifadə elə. Tibet təmizləyici çayı duzlaşma kəsəlmə bədənə xaric edir. İyonlaşmış biokalsiyum boyun nahiyində yeyilmiş qırdağı zədələnmiş və qan bərpa edir ki, 3 aydan, 5 aydan, 1 ildən sonra bu ağrılar sənə geri dönməsin. Bir də lestini beyin kalsiyum, beyin qan dövrünü normal salır. Dərman deyil, apteklərdə olmur. Tibet mərkəzində deyil, 28-dən gəlib əldə edə bilərsiniz. Azərbaycanın bütün bölgələrində pulsuz çatdırılması var. Ətraflı məlumat üçün səhifədə nömrə qeyd.